Növbəti sualın izahı ilə davam edək. Sualda yazılıb ki, fx funksiyasının qrafiki üçün c-ni koordinat olaraq verib 6, 0 və BC OC-yə perpendikulyar olarsa ABCO trapesiyasının sahəsini tapın. Biz bilirik ki, trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı vurusun hündürlüyüdür. Yəni orta xətti vurusun hündürlüyüdür. İndi A nöqtəsi burada ordinatı kəsən nöqtədir. Onda biz apsisə 0 verirdik. Yəni x-ə burada 0 verəndə 8 qalır. Deməli bura 8-dir. Əgər C nöqtəsinin koordinatını bizə verib görürsünüz. Onda x-in yerinə 6 qoysaq, gəlin hesablayaq. 36 plus 42 plus 8 14 eləyir. Bəs yaxşı, bu trapesiyada fikir verin, perpendikulyarlığa görə bu buna paraleldir. Deməli oturacaqlar bunlardır. Onda düzbucaqlı trapesiyaya görə də OC hündürlüyüdür. Bəs OC nədir? Koordinat başlanğıcından başlayıb bura qədər bitir. Deməli elə 6 olduğuna görə bunun uzunluğu da 6-dır. Onda trapesiyanın sahəsi bərabərdir oturacaqlar cəminin yarısı vurulsun hündürlüyü olur. Növbəti izahda görüşərik.